Bu nə biabırçılıqdır? Məni yenə daldadıblar. Mənim də 20 qəpiyimi kesiblər. Əşya öz aramızda 20 qəpiyi də puldu axı. Məsələn, 20 qəpiyə 1 kilo çörək almaq olar. Özü də seri. Bəli. Yoldaş müdür, 3 manat 40 qəpiklik toyuldu bu. Abala siz məndən nə istəyirsiniz? Yaxşı, gedək məylə, görün nə çəkirik. Yükünə boş atmırsınız. Boşaldarıq da. Başa düşdüm. Allah. Kardeş, rozumuzu niye kesirsen? Bu olmadı ki. Hayır, hamısı belə. Mən ölüm bir çox sağ ol deyən yoxdur. Zəhmət çək bəlki. Hər yan tərtəmizdir. Gəlin görün. Ne kadar silip süpürmeyi olan. Benim 2 kat olup ki. Allah. Sağ ol. Serbulat var imiş ki. Özünüz bilirsiniz də bunlar hamısı hara gedir. Gel içeri gel. Hoş gelmişsin. Sağ olun, sağ olun. Nuş olsun, nuş olsun. Müfəttişlər, gəlin dalımca. Qardaş, bəsdir də. Yaxşı, sizi nə qədər anladılar? Mənə heç bir şey. Bir abbası. Mənim 40 qəpiyimi kəsiblər. Amma mənim heç bir şikayətim yoxdur. Belə geçsə bu qədər adamı necə yetizdirim mən? Qardaş, mənə heç nə lazım deyil. Buyur götür, bəlkə qonağın çox oldu. Qardaş, al bunu da. Lazımın olar. Çox sağ ol, Bu toğu da uşaqlar üçün qızardardı. sağ ol. Həmişə qulluğunuzda hazıram.